Bu həftədən etibarən dedikodu olaraq show biznesin çox bilmiş nümayəndələrinə maraqlı bir sual ünvanlayacağıq. Görəsən bu sualı show əhli necə cavablandıracaq? Deyirlər filan şey od qiymətindədir. Sənin fikrincə o odun qiyməti neçədir? Valla o od qiyməti yəqin ki o artıq qiymətsizdir. Səncə rəqəmdə neçə sıfır var? Onu deyə bilməyəcəm, çətinlik çəkirəm. Yəqin ki o elə bir şeydir ki artıq onun qiyməti yoxdur. Əcəl üçün hansı rəqəm od qiyməti sayılır? Mənim üçün nədir od qiyməti sayılır? Mən hansı rəqəm? Yəqin ki milyonlar. Bəli, yəqin ki milyonlar. İnanın ki 20 qəpik mənim üçün od qiyməti nədir? Çünki 20 qəpiyin olmayanda avtobusa minə bilmirsən. Artıq həmin anda o 20 qəpik sənin üçün dəyərli olur. Mahnı yazdırmaq istəyirsən, həmin anda 1000 manat od qiymətin olmuş olur. Çünki məkana və zamana görə dəyişir o od qiyməti. 20 qəpik spiçkadır. 1 manata başa gətirmək olar. Odu. Od qiymətinə olan şey 1 manata başa gətirmək olar. Mənim üçün od qiyməti sözü yoxdur. Mənim imkanım çatan bir şey var və imkanım çatmayan bir şey var və nəsə də çox bahalısı da artıq onu o haqda düşünmürəm. Yəni mən beynimi hansısa bahalı bir əşya ilə doldurmuram ki, fikrim, zikrim bütün gün onda olsun. Odun qiyməti baxır ki, odun qiyməti. Odun qiyməti o rayonlardan soruşmaq lazımdır ki, onun odunun qiymətidir. O odunu soruşmuram. Yəni hansı rəqəmi sən görəndə bir şeyəni düşün, o yox bu od qiyməti nədir? Od, yəni ki çox bahadır. Yəni ümumiyyətlə əşya nəzərdə tutulur, nəyi görsəm od qiyməti nədir? O rəqəmi soruşuram. Milyon. Milyon. 1 milyard. 2 milyard, 3 milyard, onlar böyük bir puldur. Görməm. Ondan aşağı sənin üçün od qiymətinə deyil. Yəni ondan aşağı deyəndə insan gərək yorğanına görə ayağını uzatsın da. Mənim üçün 100 min böyük bir puldur. Böyük bir məbləğdir. 100 mindən yuxarı od qiyməti. Hə, mənim üçün 100 mindən yuxarı od qiymətinə sayılır. Mən bilsə nəyə deyirəm? Yəni o dəyməyən bir şeyi ki, qiymət qoyurlar, üstünə 15 qat artıq. Hansı ki, məsələn, bu günləri biz bilirik də, onun qiyməti normalda deyək ki, 5 manatdırsa, gətirib qoyurlar onu, eləyirlər 500 manat. 50 manat yox, ha. 115 manat yox, 500 manat. Ha, ona deyirik ki, bu nədir, od qiymətinə qoyub, başı xarabdır, bu insan nədir, havalanıbdır. Filan şey od qiymətinədir, baxır nədir, yəni baxa, nə qədər. Başı ümumiyyətlə, nə bilim. Hansı rəqəm sənin üçün od qiymətinə bahadır? Sən görsən deyirsən, yox, bu od qiymətindən mənlik deyil. Nə bilim valla. Elə şey var ki, insan dəyər verməkdir, o qiymət yəni ki, dəyər. Elə şey də var ki, adam deyir ki, yox, dəyməz od qiymətinə. Nə qədərdir o rəqəm? Hansı rəqəm sənin üçün artıq od qiymətidir? Valla bu sualı çətinlik çəkirəm, cavab verməyə, mütləqdə cavab vermək. 1 milyon. 1 milyon od qiymətidir, bəli. Odun qiyməti su qədər. Elə dəhşətli ki, odun üstünə tökülsə onu söndürər. Bir rəqəm, nə qədər? Səncə? Mənim üçün od qiyməti ümumiyyətlə hər şeyin reallıqdan uzaq olması, yəni mənim üçün od qiymətdir. Mən bir rəqəm deyə bilmərəm. Qəşəng sualdır. Odun qiyməti çox yüksəkdir də, yəni ona görə də yüksəkdir. Bir rəqəm, mənim odumun qiyməti çox yüksəkdir, milyonlardan gedir söhbət. Sıfırların sayı çox artıqdır. Yəni adam var ki, onun üçün odun qiyməti 5 min, 10 min ola bilər, mənim üçün nə bilim, bir 10 milyon, 20 milyon. Od qiymətinə, nə bilim, mən 100 min, milyard, mən 200 milyon. 100 mindən aşağı rəqəmlər sizin çox qiymətli sayılır. Bəlkə də sayılır, baxır nə alıram da, baxır nə alıram. Əgər mən ev alıramsa, təbii ki, onu mən canla başla verərəm o pulu. Amma baxır nəyə də xərcləyirsən. Deyirlər filan şey od qiymətindədir. Bax, o odun qiyməti səncə neçədir? Filan şey od qiymətindədir. Həmin odun qiyməti sənin üçün nə qədər olar ki, hamı deyir ki, od qiymətindədir? Mənə elə gəlir ki, od. Yəqin od qiymətsizdir ki, filan şeyin qiymətsizliyi, yəni ki, çoxdur da, yəni sadəcə belə bir qiymətsizdir. Nə qədər bir rəqəm olur odun qiyməti? Hamı bir bahalı bir şey görəndə bir filan şey od qiyməti. Od qiymətindədir. Yəni
o mənada demir də o qiyməti. Çox bahalıdır, amma od o mənada qiymət deyilmir də. Od yəni ki od qiymətli, od o qədər gözəldir, o qədər yəni ki odun qiyməti yoxdur. Oda baxanda insan həqiqətən də çünki odun o rəngləri, bütün qırmızı, oranjıv rənglər, hər şey, yəni çox rənglər var da, o da diqqətlə baxsın. Yəni od o qədər gözəldir ki, mükəmməldir. Yəni onun qiyməti yoxdur. Ona görə də bəzi şey deyəndə, yəni deyirlər ki, od qiyməti, yəni ki od qiymətlidir, yəni belə qiymətsizdir mən düşünürəm.